Sən başa düşmürsən mi səndən istifadə eləyir? Mən onun nəyindən istifadə edirəm? Ben nəyindən istifadə edəcəm, hə? Buna adam yerindən qoyan bir dənə sənsən. Mahir mənim həyat yoldaşımdır. Gəl özü belə aparsan elə bir 18 yaşım var. Mən sizin şirkətin səhmlərini almaq istəyirəm. Bizim elə bir niyyətimiz yoxdur. Məndə çoxlu pul var. Yaşar deyirəm bəlkə Süleymanın adamıdır. Ondan nə desən çıxar. Sənin burada nə işin var? Bax aramızda olan o düşmənçilik hamısını mən qoydum bir kənar. Deyəcəyim söz buydu. İndi biraz tez çıx. Siz harda rastlaşmısınız? Azın yenə əri ilə görüşmüşdü. Mən heç kəsə icazə vermərəm ki, qarışsın mənim işlərimə. Hikmət söhbətin biləndə özümüz də inanmadıq. Sonra Tural getdi, analiz verdi. O saatda evləndilər. Bəs nə etməliydilər? Narahatsan elə bir qaynatava görə. Yox, səndən ötürü narahat. Maşallah. Allah səni var eləməsin. Mane olmayım da sizə, bir gənc ailəsiz. Qapını da bağlı saxla da. Tərsdir də, tərs nətər olur. Evi darıxmışsam sənin üçün. Əşi bir söz de də. Nə inirsən elə? Mən də bu evdə qalım. Şimdi necə olacaq? Bir müddət görsənmirsən. İndi denən görün burada nə baş verir. Xəyanət 11 Mart saat 22-də Xəzərdə.